Azərbaycan tarixində 1000 ildən artıq mövcud olmuş bir dövlətin olduğunu bilirdinizmi? Bəs onun eramızdan əvvəl 4-cü əsrdə yaranmasından necə xəbəriniz var idimi? Bütün bunları və daha çoxunu bilmək istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. İndi isə qaldığımız yerdən davam edirik. Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində qüdrətli dövlətlər, imperiyalar mövcud olub. Onların bəziləri 100 il, bəziləri 300 il, bəziləri isə hətta 500 ildən çox mövcudluğunu qoruyub saxlaya bilib. Bugün məhz Azərbaycan ərazisində mövcud olmuş ən uzun ömürlü tarixi dövlətlərimizdən danışacağıq. Top 5-li isə belədir. Səfəvilər İmperiyası. Tariximizdə dərin izlər buraxan Səfəvilər İmperiyası 1501-ci ildə Şah İsmayılın öndərliyində Azərbaycan torpaqlarının cənub hissəsində qurulub və varlığını 1736-cı ilə kimi davam etdirib. Bu da o deməkdir ki, Azərbaycan Səfəvilər İmperiyası nə az nə çox, düz 235 il mövcud olub. Şah İsmayılın hakimiyyəti illərində Səfəvilər İmperiyası ərazisi Şərqi Anadoludan Xorasana, Bağdaddan Dərbəndə kimi uzanan nəhəng bir dövlət idi. O zamanlarda Səfəvilər İmperiyası regionun əsas söz sahibi dövlətlərindən sayılırdı. Lakin Çaldıran döyüşündəki məğlubiyyətdən sonra dövlət bir qədər zəiflədi. Məhəmməd Xudabəndənin hakimiyyəti illərində isə imperiya süqut etməyin bir addımlığında idi. Lakin 1587-ci ildə hakimiyyətə gələn Şah Abbas Səfəvilər İmperiyasının itirdiyi bütün torpaqları geri qaytardı və dövlətin itirilmiş siyasi nüfuzunu bərpa etdi. Lakin Şah Abbasdan sonra hakimiyyətə gələn hökmdarların zamanında Səfəvilər İmperiyası tədricən zəifləməyə başladı. 1736-cı ildə Səfəvi ordusunun baş sərkərdəsi olan Nadir Qulu bəy Səfəvi hökmdarlarının səriştəsizliyindən istifadə edərək hakimiyyəti ələ keçirdi və həmin tarixdə Azərbaycan Əfşar İmperiyasının əsası qoyuldu. Bununla da 235 illik Azərbaycan Səfəvilər İmperiyası faktiki olaraq süquta uğradı. Manna dövləti. Ən qədim tarixi dövlətimiz hesab olunan Manna eramızdan əvvəl 10-cu əsrdə yaransa da, onun haqqında ilk məlumatın verildiyi tarixi mənbə eramızdan əvvəl 843-cü ilə aid Aşur hökmdarı 3-cü Salamansarın adına həkk olunmuş daş kitabədir. Bu kitabədə Azərbaycanın cənub torpaqlarında mövcud olmuş Manna dövlətinin və onun hökmdarı Udakinin adı çəkilir. Mannanın yaranma tarixini bu dövlətin adının hallandığı ilk mənbədən, yəni eramızdan əvvəl 843-cü ildən hesablasaq və Mannanın eramızdan əvvəl 590-cı ildə süquta uğradığını nəzərə alsaq, bu tarixi dövlətimizin ən azı 253 il mövcud olduğunu əminliklə deyə bilərik. Ən azı 253 il mövcud olmuş Manna dövləti Asuriya, Babilistan, Urartu və Midiya dövlətləri ilə mübarizədə uzun müddət mövcudluğunu qoruyub saxlaya bilmişdi. Hökmdar İranzunun hakimiyyəti illərində isə Manna dövləti özünün yüksəliş dövrlərini yaşayırdı. Onun hakimiyyəti illərində dövlətin paytaxtı İzirtu durmadan böyüyüb inkişaf edirdi. Lakin sonrakı hökmdarların hakimiyyəti illərində dövlət tədricən zəiflədi və eramızdan əvvəl 590-cı ildə Midiya dövlətinin hücumlarından sonra Manna dövləti süquta uğradı. Atropatena dövləti. Eramızdan əvvəl 4-cü əsrin sonlarında Makedoniyalı İskəndər şərqin böyük bir hissəsini fəth etmişdi. İmperiyası böyük olduğundan İskəndər bu əraziləri satraplıqlara bölmüşdü. Azərbaycanın cənub torpaqlarının daxil olduğu satraplığa isə Atropat adlı şəxs rəhbərlik edirdi. İskəndər öldükdən qısa müddət sonra imperiyanın bütün satrapları müstəqil oldular və keçmiş satraplıqlar yeni dövlətlərə çevrildilər. Eramızdan əvvəl 323-cü ildə Atropat da öz satraplığını müstəqil şəkildə idarə etməyə başladı. Bu tarix Atropatena dövlətinin yaranma tarixi hesab olunur. Dövlətin paytaxtı Kazaka şəhəri idi. Atropatena şimaldan digər bir tarixi dövlətimiz olan Albaniya ilə qonşu idi. Atropatena müxtəlif vaxtlarda Seleviklər, Parfiya, Roma və Sasani imperiyaları ilə mübarizə şəraitində öz mövcudluğunu eramızın 3-cü əsrinin əvvəllərinə kimi davam etdirib. 227-ci ildə yeni yaranmış Sasani imperiyası Atropatenanın paytaxtı Kazakaya daxil oldu. Bununla da Atropatena dövləti süquta uğradı və onun ərazisi Sasanilər imperiyasının şimal mərzbanlığına daxil edildi.
Azərbaycan tarixində dərin izlər buraxan Atropatena düz 550 il müstəqilliyini qoruyub saxlaya bildi. Şirvanşahlar dövləti Xilafəti idarə edən Abbasilər sülaləsinin 9-cu əsrin ikinci yarısından etibarən zəifləməsi ilə xilafətin ucqarlarında xırda feodal dövlətləri yarandı. Onlardan biri də 861-ci ildə Azərbaycan torpaqlarının şimal-şərqində yaranmış Şirvanşahlar dövləti idi. Dövlətin əsasını Məzyədilər sülaləsindən olan Heysam ibn Xalid qoymuşdu. Paytaxtı əvvəl Şamaxı, sonra isə Bakı şəhəri olan Şirvanşahlar dövlətinin ərazisi Dərbənddən Kür çayına qədər uzanırdı. 1027-ci ildə Şirvanşahlar dövlətində Kəsranilər sülaləsi hakimiyyətə gəldi. 1382-ci ildə isə türk mənşəlli Dərbəndilər sülaləsindən olan 1-ci İbrahim hakimiyyətə gəlməklə Şirvanşahlar dövlətində yeni sülalənin əsasını qoydu. Zaman-zaman Slavyanların, Səlcuqların, Atabəylərin, Monqolların, Teymurilərin, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin baskısı altında öz mövcudluğunu qoruyub saxlayan Şirvanşahlar dövləti 16-cı əsrin ortalarında Səfəvilər imperiyasının hədəfində idi. Bu dövrdə Səfəvilərdən asılı vəziyyətdə olan Şirvanşahlar onlara vergi ödəyirdi. 1538-ci ildə Şirvanda qalxan üsyanı bəhanə edən Səfəvilər Şirvana yürüş təşkil etdilər və Şirvanşahlar dövlətinin varlığına son qoydular. Şirvanşahlar dövləti eramızın 861-ci ilindən 1538-ci ilə kimi mövcudluğunu qorumaqla 671 illik hakimiyyət sürüb. Bu uzun müddət onu Azərbaycan tarixində ikinci ən uzun ömürlü dövlət edir. Albaniya dövləti Eramızdan əvvəl 4-cü əsrin sonlarında Makedoniyalı İskəndərin qurduğu imperiya süquta uğradı və onun mövcud olduğu və ya nəzarəti altında olduğu torpaqlarda yeni dövlətlər yarandı. Bu zaman Azərbaycan torpaqlarının cənubunda Atropatena, şimalında isə Albaniya dövləti quruldu. Paytaxtı əvvəl Qəbələ, sonra isə Bərdə şəhəri olan Albaniya dövlətinin ərazisi Dərbənddən Araz çayına qədər uzanırdı. Bu dövlətdə 26 müxtəlif dildə danışan tayfalar yaşasa da, üstünlük əsasən türk dilli etnoslarda idi. 4-cü əsrin sonlarında Albaniyada Sabir türklərinin bir qolu olan Mehranilər sülaləsi hakimiyyətə gəldi. Bu sülalənin ən görkəmli nümayəndəsi olan Cavanşirin hakimiyyəti illərində Albaniya dövləti özünün yüksəliş dövrünü yaşayırdı. Lakin Cavanşirdən sonra hakimiyyətə gələnlər bu yüksəlişi davam etdirə bilmədilər və xilafətin hücumlarına məruz qalan Albaniya 705-ci ildə süquta uğradı. Eramızdan əvvəl 4-cü əsrdən başlayaraq eramızın 705-ci ilinə kimi Roma, Sasanilər, Bizans imperiyası, Xəzər xaqanlığı və Ərəb xilafəti ilə mübarizə şəraitində mövcudluğunu qoruyub saxlayan Albaniya dövləti 1000 ildən çox hakimiyyətini davam etdirməklə Azərbaycan tarixinin ən uzun ömürlü dövləti hesab olunur. Ümid edirəm Azərbaycan tarixinin ən uzun ömürlü dövlətləri haqqında hazırladığım bu video araşdırma xoşunuza gəldi. Əgər belə araşdırmaları davamlı şəkildə hazırlamağımı istəyirsinizsə, videonu bəyənib kanalıma abunə olmağı unutmayın. Sona qədər izlədiyinizə görə minnətdaram.